Bu səssiz, soyuq, amma yaddaş dolu səhvdir. Buz meydança üzərindəki hər zərbə, hər addım bu səthi iz qoyur. Bəzən bu kiçik ölçülü meydançada baş verən hadisələr təkcə idmançıların yox, onların təmsil etdikləri xalqların yaddaşında da iz buraxır. 1980-ci ildə ABŞ və SSR xokkey meydanında üz-üzə gələndə bu sadəcə bir oyun yox, soyuq müharibənin, ideologiyaların, gənclərin və inancla mübarizənin oyunu idi. Və həmin oyunun adı tarixə buz üzərində möcüzə kimi düşdü. Buz üzərində möcüzə həqiqətən də adına layiq olaraq idman kinosu sahəsində bir möhtəşəm bir film idi, möhtəşəm bir əsərdir. Yəni bir başqa aspektdən də yanaşsaq bu filmə mümkünsüzün mümkünü, inanılmazın gerçəkləşməsi kimi də bunu səciyyələndirmək olar. Və nəyə görə? Çünki bu film idman aləminin, xokkey dünyasının elə bir aspektinə toxunmuşdu ki, bu yəni tarixi reallığı, tarixi gerçəkliyi belə bu cür əks etdirən ikinci bəlkə də idman əsəri yoxdur, yəni filmi yoxdur. Möcüzə ümumiyyətlə ABŞ komandanın finala çıxması və qələbə çalması SSR komandanın üstləriyə. Möcüzə orada baş verdi. Həm intizam olmalıdır, həm inam olmalıdır. İnam enerji verir, amma mən düşündüyümə görə intizam o enerjini istiqamətləndirir. Yəni ki, sən intizamlı olmasan, vaxtında məşqlərə gəlməsən, nə qədər də inansan ki, sən onu bacaracaqsan, heç vaxt bacarası deyilsən. Ona görə mütləq ikisi də bir yerdə olmalıdır. Möcüzə anlayışı herkes tərəfindən çox fərqli şəkildə qəbul oluna bilər, amma möcüzə anlayışı idmanda sırf fiziki limitlərin keçilməsi haqqında olan anlayışdır belə deyək. Fiziki limitləri keçdiyimiz anda onu artıq biz möcüzə olaraq adlandıra bilərik. Ancaq fiziki limitlərin keçilməsi çox da asan bir məsələ deyil və ümumiyyətlə fiziki limit dedikdə insanın bioloji sərhədlərini aşması nəzərdə tutulur. Yəni, məsələn, bir insan idmanla məşğul olarkən oksigen çatışmazlığı yaşaya bilər və yaxud əzələ yorğunluğu ola bilər və s. Və fiziki limitləri aşmaq, o demək ki, bunları, o inam, bu fiziki limitləri daha da aşmağımıza səbəb olur, aşmağımıza kömək olur, belə deyək. 2004-cü ildə çəkilmiş Buz üzərində möcüzə filminin rejissoru Kevin O'Connor, prodüseri isə Mark Yardidir. Hər iki sənətçi ilham verici real hekayələrə dərin maraq göstərdiyi üçün ABŞ xokkey tarixinin ən önəmli hadisəsini 1980-ci ildə SSR üzərində qazanılan qələbəni ekranlaşmağa qərar verdilər. Onlar bu filmdə məşqçi Herb Brooksun dəmir iradəsinə, konsentrasiyasına və qələbə inamına fokuslandılar. O'Connor daha ilk andan Brooks rolunu canlandırmaq üçün yalnız bir ad düşünmüşdü, Kurt Russell. Çünki o həm atletik keçmişə sahib idi, həm də idmana qarşı içdən gələn bir həvəs daşıyırdı. Hə, necədir oğlanlar? Sizə görə xokkey elə budur? İki axmaq meymuna bənziyirsiniz. Sən nə düşünürsən, Craig? Haqlısan. Keçmişdəki haqq hesabı çürütmək istəyirsinizsə, düz yerə düşməmisiniz. Biz elə indi vahid komanda yaratmağa başlayacağıq. Cəld, konkiləriniz üzərində möhkəm dayanın. Rejissor realizmə xüsusi önəm verdiyi üçün filmə real xokkeyçilər çəkmişdi. Onun fikrincə, xokkey oynamağı aktyorlara öyrətməkdənsə, aktyorluğu xokkeyçilərə öyrətmək daha asan idi. Filmin casting prosesi New Yorkdan Torontoya, Los Angelesdan Vancouverə qədər uzanıb. Hətta Sovet və Avropa komandalarının seçmələri də Kanadada keçirilib. Çəkilişlər zamanı 133 fərqli oyun səhnəsi lentə alınıb. Hər döyüş, hər toqquşma təhlükəsiz şəkildə xoreografiya olunub. Əsl buz arenalarının atmosferini qorumaq üçün bütün səhnələr Britaniya Kolumbiyasındakı real xokkey meydançalarında çəkilib. ABŞ komandasının məşqləri, seçim turları və olimpiya oyunları orijinal ab-havada yenidən canlandırılıb. Buz üzərində möcüzə elə möcüzəlik də ondan ibarətdir ki, reallıq
daha çox orada öz əksini tapır. Nəinki bədii təsvir, bədii hissələr. Əksinə bu Hollywood filmi olduğuna görə, yəni orada o amillər də var idi. Sadəcə filmin ki o gedişatında, yəni o köməkçi bir vasitə kimi olmuşdu. O bədii təsvirlər, bədii yanaşmalar, yəni rejissor təxəyyülü. Real hadisələr isə olduğu kimi qabarıq şəkildə göstərilmişdi. Amerikanın o tələbələrdən ibarət xokkey üzrə yığma komandası böyük bir sensasiya imza atdılar. Bu həmin zamana qədər inanılmaz gücə malik olan SSR xokkeyçilərinə, SSR yığma komandasını onlar məsələn qızıl medalsız qoydular. Formalaşmış komandadır. Neçə ildir bir-biri ilə oynayırlar. ABŞ komandası isə təzə yeni kollecdən yığılan komandadır. Uşaqlar idi. Bir yumruq belə deyək, düzəldib komanda elədilər. O komanda ki SSR-ni uda bildi, o həqiqətən möcüzə idi. Məncə möcüzə olmur. O möcüzənin arxasında belə deyək, idmançının səbri, əziyyəti, zəhməti, nizam-intizamı durur. Yəni ki, möcüzə isə onun nəticəsi olur məncə. Həmən o məşqlərin sən, yəni ki, o məşqlərə nə qədər özü verirsənsə, nəticədə möcüzə mümkündür. Qələbə həm inamdan, həm də intizamdan qaynaqlanır. Çünki bunlar bir-biri ilə bağlıdırlar və inam olmadığı zaman intizam sadəcə olaraq yorucu ola bilər, yorğunluq gətirə bilər. İntizam olmadığı zaman isə inam sadəcə olaraq boş bir inamdır. Yəni bunların hər ikisinin olması lazımdır ki, həm disiplin olması lazımdır, intizamlı olaraq çalışmaq lazımdır və zaten bu disiplin olduğu zaman insanda inam da yaranır özünə qarşı və hər ikisi birlikdə olduğu zaman da qalib gəlmə də daha asan olur. Hər komandanın öz içində görünməyən tarix var və burada fərqli xasiyyətlər, fərqli temperamentlər, fərqli həyat məktəbləri də bir araya gəlir. Bəzən bu fərqlər oyunu çətinləşdirir, amma əsl komanda məhz onların üzərində qurulur. Buz üzərində möcüzə filmində biz eyni formanı geyinən, amma fərqli arzularla yaşayan gəncləri görürük. Onları birləşdirən tək şey qələbə istəyindən də daha çox bir-birinə olan inam idi. Məşqçi Brooks fərqləri gizlətmək əvəzinə onları bir məqsədə çevirdi. Hər oyunçu öz hekayəsini komandanın hekayəsinə qatdı. Lakin inam tək başına bəs etməzdi. Çünki inam həyəcanı doğurur, intizam isə o həyəcanı idarə edir. Məhz bu balans sayəsində buz üstündə xaos harmoniyaya, təsadüf isə möcüzəyə çevrildi. ABŞ və SSR xokkey meydanında qarşılaşanda bu həm də iki ideologiyanın, iki fərqli dünya görüşünün qarşıdurması idi. Amma buz üzərində möcüzə filmi bu siyasi fonu təbliğat kimi yox, insanın daxili qələbəsinin fonu kimi göstərir. Göstərir ki, burada qalib gələn inamın özü olur. Filmin əvvəlində Herb Brooks gənc və təcrübəsiz oyunçulardan ibarət komanda qurur. Onlardan çoxu fərqli düşünür, müxtəlif məktəblərdən gəliblər. Bəziləri bir-birini heç tanımırdılar. Amma Brooks anlayırdı ki, istedad yetərli deyil. Komanda olmaq üçün məqsəd birliyi və qarşılıqlı inam lazımdır. Onun üçün əsas taktika oyunun planından bir qədər kənarda. İnsanların arasındakı kommunikasiya və həmrəylik hissində idi. Brooksun məşqləri, sərt qaydaları, hətta emosional toqquşmaları belə fərqli xarakterləri bir ritmə salmaq, fərdləri bir ideyaya çevirmək məqsədinə xidmət edirdi. Sizə fevralda Lake Place'dəki olimpiyadada ən yaxşı komanda olacağımıza söz verə bilmərəm. Amma biz ən hazırlıqlı komanda olacağıq. Bax, bunu sizə söz verə bilərəm. Ağrını dəf etməyə hazır olun. Buzun üzərində dayandığınız hər dəqiqə, hər gün buna dək heç vaxt olmadığı qədər sərt sürüşəcəksiniz. Hər idman meydançası əslində insanın iç dünyasının güzgüsüdür. Buz üzərində möcüzə filmində xokkey həm də hər oyunçunun qorxusu, şübhəsi və inamı ilə mübarizəsidir. Məşqçi Brooks oyunçularını rəqibdən daha çox öz qorxularına qalib gəlməyə hazırlayırdı. Çünki o anlayırdı ki, insanın içindəki qorxu özünə inamdan daha böyük olanda qələbə təsadüfə çevrilir. Amma qorxudan qaçmaq yerinə onunla üz-üzə dayananda dəyişiklik baş verir. Bəzən isə idman insanı dəyişmir, sadəcə içində gizlənmiş cəsarəti işığa çıxarır. Və bu zaman oyunun nəticəsi yox, həmin dönüş anı yadda qalır və yeni tarix yaradır, tarixə çevrilir.
Эй, вы трое, еще раз. Ey, siz üçünüz, bir daha. Bir də yaxşı getdik. Brooksun üsulu bəzən amansız görünür, amma o komandanı yalnız bədəncə yox, ruhən də döyüşə hazırlayır. Psixologiyada buna stres immuniteti deyilir, yəni insanın çətinliyə qarşı əvvəlcədən hazırlanması. Brooks oyunçularını bu immunitetlə silahlandırırdı. Çünki bilirdi ki, təzyiq anında əzəllərdən daha çox düşüncə rol oynayır. Buz üzərində möcüzə filmi ilk növbədə Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikası arasında olan münasibətlərdən bəhs edən siyasi bir film kimi görünə bilir. Ancaq əslində burada bir çox psixoloji məqamlar var və bununla yanaşı psixoloji inamın insanın davranışına olan təsiri haqqında olan bir filmdir və buradakı bu psixoloji aspektləri 3 xətt üzrə bölmək olar ki, bunlar psixoloji təzyiqin insanın davranışlarına və psixoloji dayanıqlığın formalaşmasına təsir göstərməsidir. İkincisi, liderliyin emosional sərhədləri necə təsir etməsi, o sevginin və sərt sevginin və intizamın bir-birindən olan münasibəti haqqındadır. Həmçinin də fərdi egonun kollektiv inama çevrilməsi haqqında olan bir filmdir. İdmanı etdikcə insanda belə deyək də çox ruhlandırır, özünə inam artır. Ona görə ki, nəyisə bacarmadığını bacarırsan, o sənə belə deyək də böyüyürsən və əlbəttə ki, özünün böyümək o çox ruhlandırır insanı. Xokkeydə bəzən saniyənin bir parçası qalib və məğlub arasındakı sərhədi müəyyən edir və o an sakit qala bilmək üçün zehin də təlim görməlidir. Brooksun məşqləri, sərt qaydaları və emosional toqquşmalar da məhz qorxu ilə barışmağa, gərginliyi idarə etməyə və arzu olunan nəticəyə inanaraq dözə bilməyə xidmət edirdi. Yuxarıdan aşağı baxmağı Sovet xokkeyçilərinin və son nəticədə onların acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Yəni idman nəticəsi baxımından yox, ümumiyyətlə qələbəni əldən vermək. Çünki artıq 79-cu ildə komanda bütün uğurlara imza atandan sonra olimpiyada öncəsi Amerikanın özündə bir cəmiyyətdə bir ruh düşkünlüyü hiss olunurdu, ümumi götürəndə, yəni xokkeyə bura şamil olunurdu. Amerikanlılar yəni son illərin uğursuzluqlarını istər siyasi müstəvidə, iqtisadiyyatda istəyirdilər ki, onlara yeni bir cəmiyyəti silkələnməyə yeni bir uğur lazım idi və onlar bu uğuru həmin bu xokkeydə görmək istədilər. Halbuki bu da reallıqla heç cür belə uzlaşmırdı, çünki komandanın səviyyəsi ilə tək SSR yox, orada Çexoslovakiya, İsveç komandaları vardı. Yəni Amerika xokkeyçiləri onlardan da güclə zəif idilər. SSR komandası dalbadal 4 dəfə olimpiya çempionu oldu. Amerika isə o zamanda 60-cı ildən 80-ci ilə qədər ümumiyyətlə nəinki birinci üçlüyə, hətta altılığa girə bilmirdi. O ki, komanda finala çatdı, finalda qələbə çaldı, o mənə elə gəlir ki, bax, möcüzə iminlə bax orada oldu. Sənə görə möcüzə nə oldu? Mənə görə möcüzə orada komandanın SSR-də udması, çünki onlar çox cavan idilər və çox uddular. İdman meydanı əslində insanın streslə münasibətini öyrənmək üçün ən təmiz laboratoriyadır. Orada bəhanə, nə maska, nə də sığınacaq yoxdur. Orada yalnız idmançı, təzyiq və qəbul edilən qərar olur. Və bəlkə də Brooksun əzəməti elə onun qalib komanda yox, çətinliyə tab gətirən insanlar yetişdirməsindədir. Buz soyuqdur, amma qorxu, inam, qələbə və həmrəylik ən canlı duyğular məhz xokkey vasitəsilə buz meydançada yaşanır. 1980-ci ildə baş verən buz üzərindəki möcüzə hadisəsi milyonlarla insana qələbənin bəzən ən güclünün yox, ən çox inanan və mübariz olana gəldiyi həqiqətini xatırlatdı. Məşqçi Brooks göstərdi ki, bəzən möcüzə ilə insanın özündə baş verir. Qorxunun yerini məsuliyyət, şübhənin yerini isə güvən alır. Və bəlkə də ən böyük möcüzə də elə budur, öz içindəki oyunu qazanmaq. Buz üzərində möcüzə filminin ən təsirli anlarından biri ABŞ və SSR komandaları arasında gedən gərgin oyunun son 30 saniyəsidir.
Rejissor həmin səhnədə orijinallığı qorumaq üçün 1980-ci ildə yayımlanan real oyun səsini, spiker Alan Michaels'ın "Siz möcüzələrə inanırsınızmı?" Son 5 saniyə. Siz möcüzələrə inanırsınız? Bəli. Sualı ilə bitən tarixi şərhini olduğu kimi filmdə saxladı. O an sadəcə bir oyunun yox, bir xalqın inamının səsi idi. Filmin sonunda ABŞ komandası qalib gəlir. Bu qələbə gənclərin öz gücünə inanması, məşqçinin metoduna sədaqət və bəlkə də bütün bir xalqın mənəvi dirçəlişidir. Buz üzərində möcüzə filmini fərqli edən də budur. Burada oyunun qalibi yox, insanın qələbəsi göstərilir. Mən də məsəl üçün birinci dəfə buza çıxanda inanmasaydım ki, mən sürüşə biləcəm, çıxa bilməzdim. Və görürəm ki, kimsə məsəl üçün gəlir buzun yanında dayanır, amma həvəslə baxır sürür. Deyirəm ki, çıx da buza da. Deyir, yox, yıxılaram. Deyirəm, yıxılanda yıxılacaqsən də. Yəni ki, yıxılıb duracaqsən, öyrənəcəksən də sürüşməyi. Nəticədə, yəni ki, nəticə olacaq da, nail olacaqsən buna. Amma çoxsunu qorxu saxlayır. Bax, o qorxu məsələsini aşmaq lazım, inanmaq lazımdır özünə ki, mümkündür bunu eləmək. Möcüzə yoxdur da, yəni ki, orada onların şansı gətirdi. Orada şansları gətirdi. Niyə görə şansları gətirdi? Məncə ona görə ki, keçmiş SSR-in komandası onlar çox arxeyin idi. Və ona görə böyük ehtimalla ki, onlar o oyuna o dərəcədə hazırlaşmırdılar. Amerika komandası isə daha həvəsli idi ki, udmağa və onlar həddindən artıq çalışırdılar. Məncə ona görə də şansları orada gətirdi onlar. Brejnev öz komandasından elə inamlıydı ki, ondan qabaq kinoda göstərirlər də, gəldilər orada bir dənə turnir kimi bir şey keçirdilər. SSR orada səhv eləmirəmsə 13 dənə ya 14 dənə 10 dənə nəsə çox vurdular da. 15-1. Brejnev elə öz komandasına inanlıydı ki, dedi ki, problem yoxdur. Biz gəlirik, sizi orada məhv eləyəcəyik da. O belə şeylə getdi ora. Brooks amma eşidəndə ki, SSR ola bilsin ki, gəlməsin Olimpiya oyunlarına, onda biraz pis olmuşdu da. O istəyirdi, həqiqətən o komandanı hazırlaşdırırdı. İmенно SSR komandasını udmalıdır. Qalib gəlmək üçün fərdi özgüvənin olması mütləqdir, vacibdir. Ancaq komanda şəklində olan bir oyunda sadəcə fərdi özgüvən komandaya müsbət təsir etmir. Yəni fərdi özgüvənlə yanaşı mütləq şəkildə kollektivə inam olması lazımdır. Və filmdə görüldüyü kimi də əvvəlcə hər kəs sadəcə olaraq özünə güvənir və ona görə də bir çox problemlər yaşayırlar və burada hətta filmdə məşqçi orada hətta onlara bir-birləri ilə yarışdırır ilk zamanlarda və nəticədə müəyyən bir müddətdən sonra onlar artıq o fərdi özgüvəni kollektiv özgüvənə, kollektiv inamla əvəz edirlər və bu da onların qələbəyə daha tez çatmalarına, qələbə qazanmalarına dəstək olur, kömək olur. Heç kəs ağla sığışdıra bilmirdi ki, bu komanda məğlub ola bilər. O oyunun da məğlubiyyəti bəlkə də SSR baş məşqçi Tixanovun səhvləri üzərində quruldu. Bir ulduz komandası yaratmışdı və o ulduz komandasının birinci büdrəməsi idi. Yenə də məsələn bu Olimpiadadan sonra növbəti yarışların hamısında 1985-ci ilə qədər SSR komandası heç kəsə o birinci yeri əldən vermədi. Yəni iştirak elədiyi bütün turnirlərin qalibi oldu. Filmin arxasında isə daha duyğulu bir hekayə var. ABŞ komandasının real məşqçisi Herb Brooks film ekranlara çıxmazdan cəmi 6 ay əvvəl avtomobil qəzasında dünyasını dəyişdi. Buna görə də filmin sonunda yazılır. Bu film əsas çəkilişlərdən qısa müddət sonra dünyasını dəyişən Herb Brooksun xatirəsinə ithaf olunur. O filmi heç vaxt görmədi, amma onu yaşadı. Bu cümlə təkcə bir insanın deyil, bütün bir nəsli ruhlandıran bir liderin mirasını əbədiləşdirir. Herb Brooksun dediyi kimi, böyük anlar böyük insanlara deyil, onları yaratmağa cəsarət edənlərə məxsusdur.